Salam. Bugün ödənişsiz rus dili təlimimizin 3-cü, yəni sonuncu dərsidir və bugünkü mövzumuz neçə müddətə rus dilini öyrənmək olar? Təlimimizin ilk iki dərsində rus dilini öyrənməyin düzgün metodu haqqında ətraflı məlumat vermişəm. Qrammatikanı necə öyrənmək lazımdır, hansı qaydalardan başlamaq lazımdır, sözləri düzgün necə öyrənməliyik ki, onları rahat şəkildə cümlələrdə, danışıqda tətbiq edək. Neçə illik təcrübəmə əsaslanaraq əminliklə qeyd edə bilərəm ki, dil öyrənən zaman ən vacib təməldir. Çünki təməl düzgün qoyulmadığı zaman, istər aylarla yox, illərlə müəllim yanına gedin, illərlə rus dili ilə məşğul olun, yenə istədiyiniz nəticəni əldə edə bilməyəcəksiniz. Eyni yerdə qıvranıb qalacaqsınız. Lakin təməl düzgün qoyulduğu zaman, həqiqətən də 4-5 aya bu dildə səlis, sərbəst şəkildə danışmaq mümkündür. Amma unutmamalıyıq ki, kurs, müəllim sizdə baza formalaşdırır. Yəni siz kursu bitirdikdən sonra da davamlı şəkildə bu dildə danışmalısınız, praktik eləməlisiniz. Çünki dil praktika tələb edir. Mən həmişə öz tələbələrimə qeyd edirəm. Baxın, siz artıq sərbəst şəkildə cümlə qura bilirsiniz. Rahat, sərbəst şəkildə fikirlərinizi fərqli mövzularda ifadə edə bilirsiniz. Kursu bitirdikdən sonra dilinizi daha da yaxşı inkişaf elətdirmək üçün səsli şəkildə kitablar oxuyun, kinolara, seriallara baxın, onları özünüzlə və ya hər hansısa bir dostunuzla, tanışınızla müzakirə edin, danışıq dərslərinə qoşulun. İnanın ki, bunların hamısını elədiyiniz zaman siz kursdakindən qat-qat daha yaxşı rus dilində danışa biləcəksiniz və bir müddətdən sonra görəcəksiniz ki, artıq bu dildə daşıyıcı kimi danışırsınız. Bundan gözəl nə ola bilər? İndi isə sizə öz fərdi dərslərim və self-study paketi haqqında ətraflı məlumat vermək istəyirəm. Fərdi dərslər məndə həftədə 2 dəfə və 3 dəfə keçirilir. Həftədə 2 dəfə 1 saat 150 azayındır. Həftədə 3 dəfə 1 saat isə 200 azayındır. Qiymət haqqında niyə burada məlumat verdim? Çünki yazan həddindən artıq çoxdur və düşündüm ki, qiymət də hələ burada deyim ki, kim dəqiq qoşulmaq istəyirsə, Telegramda qeyd edəcəyim nömrəyə yazaraq sınaq dərsinə qoşula bilər. Sınaq dərsimiz 15 dəqiqə keçirilir. Orada mən sizin bazanızı yoxlayıram və bazanıza uyğun artıq sizin üçün proqram tərtib edirəm. İndi isə keçək self-study kursumuza, amma bu kurs haqqında məlumatı sizə göstərərək vermək istəyirəm. Bu videomda Telegram kursumuz haqqında sizə ətraflı məlumat vermək istəyirəm. Deməli, kursumuz 3 səviyyədən ibarətdir. A1 başlanğıc səviyyə, A2 B1 orta səviyyə, B2 C1 isə artıq mürəkkəb mövzularda sərbəst şəkildə fikirlərinizi ifadə edə bilirsiniz. Bu kursu siz səviyyələr üzrə də əldə edə bilərsiniz, bütöv paket şəklində də. İndi isə keçək self-study kursumuza. Deməli, gördüyünüz kimi burada fərqli bölmələr var. Səsli analizlər, əlavə mövzular, tapşırıqlar, video dərslər. Deməli, daxil oluruq video dərslər bölməsinə. Burada YouTube linkimiz paylaşılıb. Daxil oluruq bu linka və gördüyünüz kimi dərslərimiz paylaşılıb. Deməli, ümumilikdə burada 55 dərs var. Amma mən dərsləri səviyyələr üzrə təbii ki bölmüşəm. Və burada birinci kurs var. Bu kursdakı dərslər A1 səviyyəsi üçün nəzərdə tutulan 17 video dərs paylaşılıb burada. Gördüyünüz kimi. Daha sonra kurs 2. Deməli, bu artıq A2 və B1 səviyyələri üçün nəzərdə tutulan dərslərdir. Burada isə 20 video dərsimiz var. Daha sonra isə başlayır artıq razgovorный urok, danışıq proqramı. Artıq siz qrammatikanı tam mənimsəyəndən sonra, artıq tam sərbəst şəkildə cümlə qura biləndən sonra biz keçirik danışıq proqramına. Burada artıq qrammatika izah olunmur, sadəcə danışıq dərsləri olur. Deməli, burada 15 video dərs paylaşılıb. Burada fərqli mövzularda suallar verilir və siz həmin sualları səsli şəkildə cavablandırırsınız. Və daha sonra dinləməni və danışığımızı daha da inkişaf elətdirmək üçün 2 film paylaşılıb. Həmin filmləri biz izləyirik. Daha sonra orada paylaşılan sualları səsli şəkildə cavablandırırıq. İndi isə keçirik tapşırıqlar bölməsinə. Hər dərsin özünə aid tapşırıqları var. Baxın. Deməli, başlayırıq kurs 1-dən. Birinci dərsin sözləri PDF şəkildə paylaşılır. Daha sonra ikinci dərsin tapşırığı. Baxın, məsəl üçün bizim ikinci dərsimizin mövzusu təsirlik halın şəkillərinin cümlələrdə tətbiq olunma qaydasıdır. O mövzunu siz izləyirsiniz. Daha sonra başlayırsınız həmin mövzuya aid bu cümlələri tərcümə etməyə. Hər dərsin özünə aid tapşırıqları var. Bəzi dərslər var ki, onların tapşırıqları olmur. Onu da nə məqsədlə edirik? Daha yaxşı təkrarlayıb köhnə mövzuları daha yaxşı mənimsəmək üçün.
İndi isə daxil oluruq səsli analizlər bölməsinə. Hər tapşırığın öz səsli şəkildə analizi olur. Yəni bəzi tələbələr sual verirlər ki, bəs biz necə biləcəyik ki, bu cümlələri düz tərcümə etmişik ya səhv tərcümə etmişik? Hər tapşırığın öz səsli şəkildə analizi olur. Məsələn, birinci dərsin tapşırığının səsli şəkildə analizi. Hər birini özüm səsli şəkildə cavablandırıram. Ətraflı bütün səhvləri, doğruları izah edirəm. Daha sonra isə keçirik PDF-lar bölməsinə. Deməli, burada fərqli ifadələr, sözlər paylaşılır. Məsələn, daxil oluruq birinci. Slang slov и выражений. Baxın, burada çox işlənən gündəlik slenglarımız var. Məsələn, kruto, klasno, jest, tipa. Ən çox danışıqda istifadə olunan slenglar. Daha sonra isə keçirik kreativ rus ifadələrinə. Məsələn üçün, nə olar, nə olmaz. На всякий пожарный. Daha sonra burada var feillərin məstər formaları. Danışıqda tələbələrin ən çox çətinlik çəkdiyi mövzu, feillər, feillərin məstər formaları. Ümumiyyətlə, siz nə qədər çox feil bilsəz, bir o qədər sərbəst şəkildə fikirlərinizi ifadə edə biləcəksiniz. Mən bunu bütün tələbələrimə deyirəm. Dialoqlar, 500 söz faylı. Baxın, burada hər səviyyə üzrə 500 söz paylaşılıb. Burada həm A1 üçün, həm A2, B1 üçün, həm də B2, C1 səviyyələri üçün nəzərdə tutulan bütün 500 söz faylı. Bunları siz eyni zamanda printerdən çıxarda da bilərsiniz. Daha yaxşı mənimsəyib, daha yaxşı rahat öyrənmək üçün. Kökdən dəyişən istisna feillər. Daha sonra isə daxil oluruq əlavə mövzular bölməsinə. Burada artıq mikro qaydalar paylaşılıb. Əsas qaydaları mənimsədikdən sonra artıq keçirik mikro əlavə mövzulara. Baxın, bunlar da bu bölmədə paylaşılıb. Yəni ümumilikdə götürsək, bu kursa hardasa 70-80 video dərs daxildir. Yəni siz bu paketi əldə etdiyiniz zaman sərbəst şəkildə rahat fikirlərinizi ifadə edə biləcəksiniz. Bunun mən 100% qarantiyasını verirəm. Çünki mən bu proqrama özünüz də gördüyünüz kimi danışığınız üçün lazımlı olan hər bir şey daxil etmişəm. İstər PDF sözlər olsun, dialoqlar olsun, ifadələr olsun, mikro qaydalar olsun, əsas qaydalar, tapşırıqların səsli şəkildə analizi. Yəni siz də rahat şəkildə, əziyyət çəkmədən, kursa getmədən, onlayn dərslərə qoşulmadan, rahat qrafiklə rus dilini öyrənmək istəyirsinizsə, o zaman self-study paketini əldə etməyə tələsin. Və sadaladığım hər bir şey, bütöv bu 4 aylıq proqram self-study paketi Telegramdan gələn ilk 50 nəfər üçün 120 azayın yox, 100 azayın yox, cəmi 80 azayındır. Və bu bütöv 4 aylıq kursu əhatə edir. Yəni ödəniş cəmi bir dəfə olunur. Ən əsası da bu kurs sizdə 3 il müddətində aktiv olaraq qalacaq. Nə vaxtsa təkrar eləmək istəsəz, daxil olub ilk mövzudan başlayaraq bütün dərsləri izləyə bilərsiniz. Qoşulmaq istəyən tələbələr, Telegram chatımızda WhatsApp linkimiz qeyd olunacaq. Həmin linka keçid edərək kurs yazıb qeydiyyatdan keçə bilərsiniz. Hər birinizə bu yolda uğurlar arzu edirəm. Ümid edirəm ki, qısa bir zamanda hər biriniz istədiyiniz nəticəni əldə edib bu dildə sərbəst şəkildə danışa biləcəksiniz.